İnsan fikirləşir ki, mən var olmaq üçün kimsə yox olmalıdır. Yəni onun varlıq ehtirası kimisə əzməkdən ibarətdir. Harada egoizm bitir, narsizm başlayır. Narsistik şəxsiyyət pozuntusunda özünü bəyənmişlik məsələsi ola bilsin var. Amma özünü bəyənmişlik deyil, inanın mənə. O nə özünü, o heç kimi sevmir. Doktor, mən dəliyəm ki, dəli odur. Göndərmişəm ki, onunla məşğul olasınız. Nədən narazısınız ki, mən hər şeydən təmin edirəm onu. Hansı zamanda biz anlamalıyıq ki, bu çətin xarakter deyil, artıq bu narsistik xüsusiyyətləridir. Daim günahkar hiss eləmir, məzilmiş və günahkar. O deməli, mənə günü hər gün döyməli deyirlər ki, narsistik şəxsiyyət pozuntusu çox yazıq adamdır əslində. Sıfır sevgi. Evdə it saxlayacaq, pişik saxlayacaq əzmək üçün, idarə eləmək üçün. Adam tapmasa da. Deyirlər, qeyrətsizlik eləməyib, namussuzluq eləməyib. Mən bundan necə boşanım, ayrılım? Ümumiyyətlə, sizin şəxsi təcrübənizdə, sizin narsist pasiyentiniz olubmu, yoxsa daha çox onun qurbanları sizin yanınıza gəlibdir? Ümumiyyətlə, narsistlər onu sevə bilərmi, sevirmi? Sevgi odur ki, mənim yarıma xoş olan mənə xoşdur. Mənim yarıma hətta məndən çıxıb getmək xoşdursa, ona belə razılıq verməliyəm, nə qədər ağırlı olsa da. Salam, hər vaxtınız xeyirli uğurlu olsun. Avastor podkastında sizi xoş gördük. Bu günlərin bizim qonağımız psixoterapevt Əli Nağıyevdir. Xoş gəlmisiniz Əli bəy. Dəyərli zamanınızı ayırdığınıza görə minnətdaram sizə. Çox sağ olun Güllər xanım. Mən də həmişə özümə aid mövzularda açıqlama, danışmaq, paylaşmağı xoşlayıram. Şəraitə görə minnətdaram yaratdığınız şərait. Çox sağ olun. Əli bəy, bugünkü mövzu mənim üçün çox maraqlı bir mövzudur. Çünki son zamanlar ətrafımızda tez-tez narsist sözü eşidirik. Demək olar ki, hər kəs bir nəfərə narsist deyə müraciət edir. Ümumiyyətlə, gündəlik həyat tərzimizdə də egoizm və narsist sözü eyni mənada istifadə edirik. Harada egoizm bitir, narsizm başlayır. Onlara aid tamam fərqli anlayışlar. İnsanlar qarışdırırlar. Öz dəbə düşür ha indi. Biraz yoldaşından şikayətçi olan deyir, yoldaşı özü xanımlar daha çox. Yoldaşım narsistdir. Yoldaşım çox həvəslə bu dinləyəcək. Bəli, salamımızı çatdıraq burada. Narsistdir. Özdə T hərfi artırırlar. Sonunda T hərfi yoxdur açığı. Orada narsist. Yəni narsis Yunan ilahıdır. Nərgiz gülün adı oradan götürülübdür. Özünü bəyənmiş bir Yunan ilahı var idi. Narsis deyirlər ona. Bəli, qədim Yunan tarixindən üzübəri bu hekayə var və bu hekayədə güya ki özünün həddindən çox sevənə narsist deyirlər. Mən onu qəbul edirəm. Amma narsistik şəxsiyyət pozuntusu tamam ayrı şeydir. Və bu narsistik şəxsiyyət pozuntusunun özünü sevmiş, özünü bəyənmiş, həddindən çox bəyənmiş bir insanla birbaşa əlaqəsi olmuş. Narsistik şəxsiyyət pozuntusunda özünü bəyənmişlik məsələsi ola bilsin var. Amma özünü bəyənmişlik deyil, inanın mənə. O nə özünü, o heç kimi sevmir. Onda sevgi sıfırlanmış vəziyyətdədir. Onun varoluşu kimisə əzmək yolu, yaxındakiləri əzmək yoluyladır. Və heç vaxt özündə xəstəlik görmür. Bunu istəsə sonra danışarıq, xırda izah eləyərik bəndlər üzrə. Amma narsistik şəxsiyyət pozuntusu ilə narsist ayrı anlayışlardır. Mənim yanaşmamda. Ümumiyyətlə, narsist psixoloji pozuntu gedir. Baxın, psixi pozuntuların 3 dənə qaba yerə bölə bilərik. Düzdür, müasir təsnifat belə bölünmür. Mən bunu anlayış üçün tələbələrimə də belə izah edirəm. Psixologiya üzrə praktik kurslar keçirirəm tələbələr üçün. Müəyyən superviziyalar və s. Və orada da bunu izah edirəm ki, bunların təsəvvürü olsun. Çünki psixiatr və həkim diaqnoz qoya bilər. Məsələn, bazı ixtisasım həkimdir. Amma klinik psixoloq diaqnoz qoymur. Onun ixtiyarı yoxdur diaqnoz qoymağa. Klinik psixoloq işləyir o sindrom və simptomlarla, insanın probleminin mahiyyəti ilə işləyir, amma problemin istiqamətini bilməlidir və cəmaət də bilməlidir. Məsələn, şizoid tipli şəxsiyyət pozuntusu. Öz dünyasına qapanmış, kimsə ilə işi yoxdur. Məsələn, bəzi IT mütəxəssisləri belədir, riyaziyyatçılar belədir. İnsanlarla real kontaktdan qaçırlar, virtual kontaktdadırlar, virtual işlərə məşğuldurlar daha çox. Şizoid şəxsiyyət pozuntusu olma ehtimalı var. Məsələn, bir çox tanınmış insanlarda şizotipik şəxsiyyət pozuntusu var, ulduzlarda. Onlar epataj xoşlayırlar, onlar belə qeyri-adi hərəkətlər xoşlayırlar, qeyri-adi vəziyyətlər cəmaatı diqqətini cəlb etmək. Çünki bu çoxlu sevgi ala bilsin. Bilirsiniz, mahiyyət həmişə sevgi istəyindədir. Şizotipik şəxsiyyət pozuntusu sevgi heç istəmirəm, çünki sevgi dadını görməyib. Şizotipiya sevgi, yenə acıdır sevgi, amma sevgini qopartmağa çalışandır bir nevi. Belə deyək, müxtəlif vəziyyətlər var. Tutaq ki, şəxsiyyət pozuntuları içində var təşviş tipli şəxsiyyət pozuntusu. İnsan mükəmməliyyətçidir. Amma insanlardan da bir nevi əksində özgüvənli görünə bilir ilk baxışda. Amma insanlarla yaxın kontaktlardan qaçır. Ruslar buna izbiqaşi tip privязанности deyirlər. Yəni,
İnsanlara bağlılıqdan, yaxın kontaktdan qaçır ki, birdən zədə alar, zərbə alar, təşvişləşir. Özünə bir çəkmir, Onun qoruyur özünü. bəli, burada təşviş tipləri olur müxtəlif və ən çox da qaçan tipli təşviş olur. Yəni təşviş tipli şəxsiyyət pozuntusu yaxın ünsiyyətə girməkdən qaçır insanlarla. Salam verdiyi insan çox ola bilər, amma daim ən pis tərəfi fikirləşir, insanlara qətiyyən güvənmir. Bilirsiniz? Bu necədir? Bu özünün halını bilən və öz halından narahat olan tipdir. Bu insan düzəlmək istəyə bilər. Bu bizə müraciət edə bilər. Məsələn, şizoid tipli insan müraciət eləmir. Ümumiyyətlə. Şizotipiyə müraciət eləmir, amma təşviş tipli insan müraciət eləyir ki, mən narahatam. İllər boydur beləyəm. Və müraciət edib baş ağrılarından danışdırıram, görürəm ki, bu adamın 7 ilə yaxındır, 8 ildir bunda təşviş tipli şəxsiyyət pozuntusu inkişaf edir. Təşvişdən başlayaraq gəlib indi şəxsiyyət pozuntusuna. Amma bu baş ağrısından ancaq şikayətlənir. Gecə-gündüz başım, boynum gəldir. Və gəlir narsistik şəxsiyyət pozuntusu. Bu öz halından xəbərdar olmayan bir tipdir və problem budur ki, onu bildirsən də xəbərdar olmayacaq. Və biz necə? Ruh var olmaq istəyir, insan var olmaq istəyir. Var olmaq istəyi də sevgi enerjisindən doğur. Və varlığını təsdiq eləmək istəyir hər kəs. Narsistik şəxsiyyət pozuntusunu anlamağa çalışaq necə? Bu, uşaq vaxtımı, nə vaxtdanmı sevgisini itirmiş biridir. Sevgi ala bilməyib. Olubsa atasının yanında olub. Məsələn, sevgi verməyiblər, əziblər, məsəl üçün. Və yaxud da sevgini alverlə veriblər. Yaxşı oxu, səni sevəcəm. Bu uşaqlar cəmiyyətdə yaxşı görünür, amma evdə sevgi dilənçisi olur. Ailənin böyük uşaqlar olma ehtimalı var, tək uşaq olma ehtimalı var bu pozuntularda. Və insan necə bir halı olur? İnsan fikirləşir ki, mən var olmaq üçün kimsə yox olmalıdır. Yəni, onun varlıq ehtirası kimisə əzməkdən ibarətdir. Niyə görə? Çünki kimsə əzilsə, mən onda varam. Hətta Freud vaxtında var idi ki, insanın 2 dənə qüvvəsi var da. Birinci mortidodur, digər libidodur. Psixologiyamız hərəkətinin gizlin qüvvədir. Mortido ölüm qorxusu və öldürmək istəyidir. Çünki ölümdən qaçmaq və öldürmək. Niyə öldürmək? O öləcək, mən var olacağım. Bu da var olmaq istəyənlərdir də. Ölümdən qaçır ki, var olsun və öldürür ki, var olsun. Bir də var libido. Libido həyat eşqi, cinsi cazibədir. Cinsi cazibə həyat eşqi artıq onun ikinci tərəfidir. İndi narsistik şəxsiyyət pozuntusunda o öldürmək istəyi, əzmək istəyi tərəfi güclü olur ki, varoluşu bu cür qavrayır. Aydın? Və bu insan cəmiyyətdə çox gözəl insan adı qazana bilər, gözəl ailə başçısıdır və gözəl ailə xanımıdır, misal üçün. Tanınmış biridir, hətta dövlət rəhbərləri, liderlər ola bilər. Bəzi ölkələrdə də var, mən baxıram, müşahidə edirəm. Onlar öz problemlərini görmürlər, amma insanlar, yaxınları əzirlər, cəmiyyətə yaxşı obrazları var. Evin içində yola getmirlər. Evin içindəkilər əzilmiş, küncə qısılmış formada olur. Və buna desən ki, sən problemin var, sən insanlara əzirsən, xəbərin olsun, deyir, hamı məni yaxşı insan kimi tanıyır. Sən evdəkilərin başını xarab edirsən də, ondan xəbərin yoxdur. Və bu tipli insanlar heç vaxt müraciət eləmirlər. Məsələn, xanım gəlir ki, doktor, belə-belə problemi var, boşanmaq istəyirik, artıq ayda çatmışam, 3 uşağım var, çıxılmazdayam, yoldaşıma deyəndə deyir, sənin başın xarabdır. Halbuki o məni psixoloji hər gün gərginlikdə saxlayır, əzir, haqlarımı əlinə alır da. İndi bu müxtəlif öz dildə ifadə edir. Mən sizə ümumi populyar dildə çatdırıram. Daha çoxdur. Çoxdur və yoldaşım da mənə özdə onu yoldaşı yollayıb. Təsəvvür et ki, tanışdığımız var, zəng edirəm, bilirəm problemi var o adamın. Vəzifə sahibidir. Zəng edirəm ki, bax, problem səndədir də, ailən dağılır müəllim. Mənə də tanıyırsan, hörmətim var. Mən istəyirəm belə olmasın da, dağıla bilər. Dağılmasa da ailə belə yaşamaq, xanımın xərçəng xəstəsi olacaq. Misal üçün da, indi kəskin formada bəzən deməyə məcbur olursan, insan qaydında desə yaxşıdır. Doktor, mən dəliyəm ki, dəli odur. Göndərmişəm ki, onunla məşğul olasın. Nədən narazısınız ki, mən hər şeydən təmin edirəm onu. Pulu var, gəzməyi var, hər şey. Amma heç nə yoxdur. Öz sevgisi yoxdur, özünü hörmətisi yoxdur. 3 uşağı var, işləmir. Hələ də maddiyyat olaraq ərinə tabidir. Və cəmiyyətdə aktiv obrazda yoxdur və aktiv mövqedə yoxdur ki, geçsin, boşansın və rahat yaşasın. Ümumiyyətlə, bəzən həyat tərzimizdə elədir ki, münasibətlərdə normal həyatımız gedir və biz anlayırıq ki, bizim normal həyatımız var, qarşı tərəflə normal anlaşırıq, amma müəyyən bir müddətdən sonra biz baxırıq ki, bu normal xarakter deyil. Hansı zamanda biz anlamalıyıq ki, bu çətin xarakter deyil, artıq bu narsistik xüsusiyyətləridir. Narsistik xüsusiyyət mi deyək, toksik münasibət mi deyək, indi də bu sözlə işlədir, abuz mu deyək, nə vaxt anlayacaqsınız? Çox sadə, özünü daim günahkar hiss edirsən. Qarşı tərəf. Mən əgər evdə, cütlə, qarşı tərəflə münasibətdə davamlı olaraq özümü günahkar hiss edirəmsə, mən abuz və toksik münasibət, hətta bəlkə narsistik qarşısındayım.
Bundan narsist bir şəxsiyyət qarşısındayım. Bundan xəbərim yox olmur. Daim özümü ruslar apravdovat edir, doğrultmaq istəyirəm. Daim sevgimi sübut eləməliyəm. Doymayan bir quyuya nə qədər su tökürəm, yenə suyun dibi quruyur. Bəli. Minnətdarlıq hissi hiss etmirəm. Daim günahkar hiss edirəm, əzilmiş və günahkar. O deməli, mənim günü hər gün döyməli deyirlər ki, özlərini ilə apara bilərlər ki, sən deyirsən bir dəqiqə deyəndə, yəni bir gün aylarsan ki, mən nə qədər əzmək olaraq, mən sənin üçün çalışıram, sevgimi sübut eləmək istəyirəm, daim səhv hərəkət eləmiş oluram. Nə edirəm səhvdir, halbuki mən sənə rastlaşana qədər dünyanın altını üstə çevirəcək qədər özgüvənli idim. Bəli, hər şeydə bacarırdım. İndi sındım gibi, xanımlar çoxu bəyləri bugünə qoyurlar. Yəni bu tək bizdə deyil, dünya çapında belədir. Çünki xanımların da borderline çoxdur, narsistik. Bəyləri deyirlər, amma xanımlarda narsistik meyillər çoxdur. Yəni təkcə bəyləri deyil, indi yazıq kişilər ancaq üstünə atılır. Düzdür, mən qızların valideyni olaraq, mənim oğul övladım yoxdur. Həmişə qızların tərəfində olmağı seçərdim. Amma obyektiv olmaq lazımdır. Təkcə kişilərə deyil, narsistik şəxsiyyət pozuntusu. Xanımlarda var. Xanımlarda da var, bəli. Gizlinin özü də çox belə, məsələn, küsür və danışmır. Mən küstümsə, ay qızım gəl oturaq müzakirə eləyək, bəlkə səhv eləmişəm. Kişilərdə İncimək travmatik şəxsiyyət göstəricisidir. Küsmək... Naz eləmək deyil, birinci naz ayrı şey. Naz gülə-gülə eləyərsən, bir küslə göstərər. Yox, inciməkdir. İncimək odur ki, mən küstüm və sən gəlin zəhmətcə könlümü al. Bu manipulyasiyadır, bu narsistik xarakter. Ayağıma gəl, əzmək qaydasıdır. Və əlbəttə, daim özünü günahkar hiss etdirməyə çalışmaqdır. Bu qadın səni söymür, döymür. Qadın bir dəfə küsür, qapanır. Bir gün, 2 gün, 3 gün barışacaqsansa, bəri başdan barış da sən. Demək, bu manipulyasiya metodudur da. Nə boşanıb çıxıb getməz, nə bir şey. Demək ki, onda travma var. Düzdür, mən onları qınamıram. Ümumiyyətlə, baxın, mütəxəssis üçün pis yaxşı adam yoxdur. Var travmatizmi yüksək, travmatizmi az olan insanlar. Hətta seriyalı qatil belə mənim üçün pis adam obrazında deyil, xəstə obrazındadır. Antisosial şəxsiyyət pozuntusu var. Və o da öz travmatik hekayəsi var. Və insanlar yaxşı desək hətta, mən ancaq o adama yaxşı deyə bilərəm ki, onun emosional intellekti mənim üçün öz bölgüm var da 4D səviyyəsindədir. 4D emosional intellekti olan adam, o yaxşı adam deyə bilərik. Öz hisslərini tanıyan, kökünü bilən və idarə edə bilən, müsahibin hisslərini tanıyan, onun kökünü bilən və idarə edə bilən adam 4D emosional intellekt səviyyəsindədir. Ona yaxşı adam demək olar. Məsələn, peyğəmbərlər bu səviyyədə olub, mən elə başa düşürəm. Böyük ruhi məktəb yaradan şəxsiyyətlər bu səviyyədə olublar. Və hətta bir sir var. Dinlərin mahiyyətində və batiniyyəsində gözəl məktəblər var. Onlara batini məktəbi başqa cür necə demək olar? Gnostik məktəblər. Və gnostik məktəblərdə şagirdləri hazırlayanda və yoganın da gnostik məktəblərində birinci növbədə bununla məşğul olurdular. Yəni onlara yüksək dəyərlər öyrətməmişdən qabaq, meditasiya öyrətməmişdən qabaq, Allahla ünsiyyət qapısına gətirməmişdən qabaq, özündəki negativləri idarə etməyi, hissləri idarə etməyi öyrədirdilər. Hisslərin kökünün mənbəyini öyrədirdilər. Öyrədirdilər ki, sən əslində negativ qabağında yox, özündə axtar. Peyğəmbərimizdə belə hekayə var da, hətta ki, məsələn, bir bədəv ərəb ki, Muhammədi pisləyir, onu durur, amma yaxşı qarşılayır. Başqa bir bədəv ərəb girir məclisə, buna yaxşı sözlər deyir, onu da yeni qarşılayır. Əli Həzrətləri soruşur bundan ki, ya Muhammed nə hikmətdir? Deyir, onlar deyir, mən ondan niyə incimərəm o pisləyəndən? Çünki hər kəs məndə özünü görür. Aynalanma. Özünə qarşı münasibətinə görə mən ondan niyə inciməliyim ki? Yəni, ona görə də qədim məktəblərdə, ruhi məktəblərdə olub belə emosional intellekt. İndi ortaya atıblar bu sözü emosional intellekt deyirlər. Və narsistik şəxsiyyət pozuntusu emosional intellekti 0 səviyyəsində olan bir insandır. Başqaları manipulyasiya eləsə də, o başqalarının hisslərini oynamaq bacarsa da öz hisslərini tanımır. O başqalarının hisslərlə o cür oynayır ki, özünə sevgi payı qoparda bilsin. Narsistik şəxsiyyət pozuntusu çox yazıq adamdır əslində. 0 sevgi. 0 sevgi və 100% təşviş. Əzməsə yoxam deyir. Daim qorxur ki, sözümə baxan biri yanımda olmazsa, evdə it saxlayacaq, pişik saxlayacaq əzmək üçün, idarə eləmək üçün. Adam tapmasa da. Bir canlı varlıq üzərində o əzabını mütləq. Onu əzəcək, onu tabi edəcək və özünün varlığını hiss edəcək bu şəkildə. Çöldə də bunu bilməyəcəklər. Gedirsən, xanım gəlir ki, dostum, mən boşanamam, necə boşanam? Hamı onu yaxşı olan kimi tanıyır. Yaxud biri gəlir, doktor, bu ailə, tərbiyəli ailə qadınıdır, mən bunu necə boşuyum?
2 uşağımın anasıdır, amma hamı müsbət, amma məni öldürüb, bu bezdirib məni. Bir dənə səhvim bəs eləyir ki, mən axşamı yata bilmirəm səhərəcən. Deyinir və mənə əzməyə çalışır. Mən necə izah edeyim ki, mən bunu niyə? Deyirlər, qeyrətsizlik eləməyib, namussuzluq eləməyib. Mən bundan necə boşanım, ayrıldım? Yəni, çünki cəmiyyətə yaxşı görünür narsistik şəxsiyyət pozuntusu. Ümumiyyətlə, narsistik insan tez-tez səhv edir. Narsistik insan deməsək yaxşıdır. Gəlin deyək, şəxsiyyət pozuntusu, ya da narsistik xarakter olan. Narsistik xarakter olan insan xəstə deyil. O hətta mütəxəssis, narsistik şəxsiyyət pozuntusu xəstədir. Xəstədir. Xəstə deyəndə yəni xəstə sayılır əlbəttə. Çünki kimisə əzir də bu. Əlbəttə, amma narsis belə deyək də, narsis şəxsiyyət pozuntusu olan insanlar daha çox öz səhvlərini sizcə anlayırlar, yəni davamlı səhv edirlər və ona bildirənə ki, sən bu səhv etmirsən, səhvindən nəticə çıxart, artıq yaş da müəyyən bir yaşa çatıbdır, yəni uşaq deyil, o öz səhvini anlamır. Gəlin belə danışaq. İnsanlar bir-birini mühakimə edirlər, amma səhvi düzü hansı ölçü ilə ölçürsünüz? Məsələn, mənim mütəxəssis kimi obyektiv ölçü sistemim var. Kənardan baxıram. Ona görə deyirəm ki, yoldaşınıza diaqnozu qoymayın ki, narsistik xəstədir. Gəlin danışaq. Çünki sizin narsist dediyiniz bəlkə siz özünüzsünüz, xəbəriniz yoxdur. Üçüncü şəxs obyektiv ola bilər. 2 nəfərə münasibətində gərginlik son həddə çatıbsa, burada üçüncü şəxsə, bir mütəxəssis gözünə ehtiyac var. Çünki mən orada obyektiv deyə bilərəm, hər ikisini danışdırıb ki, kim kimi əzir əslində. Maraqlıdır. Mən səni əzib danışdırıb partladıramsa, sonra da buna bax, bu narsisi deyirəmsə, halbuki içində mənəm hiyləgər və konflikt yaradan mənəm, xəbərim yoxdur bundan. Ümumiyyətlə, sizin şəxsi təcrübənizdə sizin narsist pasiyentiniz olubmu, yoxsa daha çox onun qurbanları sizin yanınıza gəlibdir? Baxın, qızıl qayda budur. Narsistik şəxsiyyət pozuntusu olan insan, mənim təcrübəmdə də onu görməmişəm və belə də yazırlar, elmdə də belə yanaşma var. Pasiyent kimi özü heç vaxt müraciət etmiş. Nadir hallarda, bayaq dediyim misal kimi, öz həyat yoldaşını, bu xəstədir, bunu müalicə lazım deyib gətirə bilər və ya göndərə bilər. Hətta o içəri girib danışanda başa düşürəm ki, əzən budur, o deyil, əziləndir bu gələn. Bunu dəli deyib, adını dəli qoyub, psixi xəstə qoyub gətirdiyi əslində əzilən tərəfdir. Beləliklə, narsistik şəxsiyyət pozuntusunun özü yox, onların qurbanları bizə müraciət edir. Amma bir problem var, narsistin qurbanı var, ondan qopmaq istəməyəni. Bunu bilirsinizsə, belə bir hekayə də var. Yəni, psixi asıllığa meyilli şəxsiyyət pozuntusu var. Onlar narsistin qurbanları olur həmişə. Narsisti xilas etməyə çalışırlar. Onu dəyişdirməyə çalışırlar. Qadınların belə mövqeyi olur. Tərbiyə eləməyə çalışırlar. Onu həkimə aparmağa çalışırlar. Etməyin, xeyri yoxdur. Etməyin. Narsistin xəyanətlərini bağışlayırlar. Hər dəfə ki, mən bunu yox deyil. Qəhrəmanlıq iddiasına düşürlər. Xilaskar obrazı. Qurbanlar əslində xilaskar olmaq istəyirlər. Biz onu. Qurban istəyir ki, xilaskar olsun əslində, şuur altında və təbii ki, narsistin qurbanları daha çox gəlir, nəinki özləri. Özləri heç vaxt demək olar ki, mən görməmişəm açıq. Bir faydası olurmu qarşı tərəfə? Yəni, həmin qurbanı gələndə... Qurban narsisə qarşı asılılığını yığışdırsa 100% faydası olur. Qadın var ki, boşanmayıb, amma sevgisini yığışdırmışıq. Çünki sevgi də mən incidən. Mən kimi uman yerdən küsərəm də, sevmədiyim məni incidə bilməz. Sevmədiyim üzünə qürüb keçərəm. Amma o ki, qalıb döyüb, söyən, əzən, o artıq bizim yox, hüquq mühafizə orqanıdır. O hüquq mühafizə orqanları. Mən psixoloji əzməkdən danışıram ki, əzilməmək üçün sevməməlisiniz. Xəyanəti bağışlamaq üçün sevməməlisiniz. Bir evin içində sevgisiz yaşayır. Sevgisiz yaşamaq məcbur olaraq qadın axı tamamilə maddi cəhətdən asılıdır. Amma demirəm qadın gedib xəyanət eləməlidir. Bu ayrı mövzudur. O olmamalıdır. Çünki biz insan nə axtardığını dəqiq bilsə, xəyanətlər də olmaz. Narsistlərin qurbanları da olmaz. Biz hamımız ruhi həzz axtarırıq. Həqiqətən. Və bunu tapdığımız nöqtə olsa, biz qurbana çevrilməliyik. Düzdür. Ümumiyyətlə, narsistlər sevə bilərmi? Sevirmi? Yəni, belə deyək də, izrasyonnosti ruslar, təhrif olunmuş sevgidə, sevgi davamlı olaraq, sevgi əvəzinə var olmaq istəyinə görə kimisə əzməklə var olurlar. Bunların sevgisi bu cürdür. O vaxt söz var idi, sevir, döyür deməli sevir. O narsistin obrazıdır. O sevir, o əzir ki, özünün var olduğunu hiss etsin. Sevgi odur ki, mənim yarıma xoş olan mənə xoşdur. Mənim yarıma hətta məndən çıxıb getmək xoşdursa, ona belə razılıq verməliyəm, nə qədər ağır olsa da. Əsl sevgi qarşındakının, bayaq dedim, emosional intellekti. Onun nə istədiyini də bilməkdir, onun hisslərini də bilməkdir. Bu şəkildə.
Ümumiyyətlə Əli bəy, mənim ətrafımda çox yaxınlarım, yaxın rəfiqələrim olubdu. Onlar boşanıbdı, bəzisi nişana qayıdıb. Hər zaman nəticə nədir? Narsistdir. İlk öncə hər şey. Əvvəllər narkoman da deyirdilər. İndi narsist deyirlər. Biraz yumşaldılar. İlk öncə hər şey yaxşı idi. O ingilislərin bir sözü var, love bombing, hər şeyin ən möhtəşəmi idi. Sevgi göstərirdi, sürprizlər eləyirdi. Həqiqətən belədirmi ki, narsistlər ilk öncə... Narsistlər yox, bütün tip şəxsiyyət pozuntuları, hətta təşviş xəstələri özlərini sevdirməyi bacarırlar. İlk var. Demək olar ki, hamısı. Hansı ki, ekstravert daha çox tipdilər, çölə yönəldilər. Şizoiddən, qapanandan danışmıram təbii, introvertdən danışmıram. Yəni, bayra yönəlik hər hansı bir şəxsiyyət pozuntusu tipi, məsələn, təşviş tipidir, mükəmməliyyətçi də axı. Ən gözəlini tapacaq sizin üçün ilk vaxtlar. Xoşa gəlmək istəyir. Çünki təşviş tipi nədir? İtirmək qorxusu var onda. İndi itirməmək üçün hər oyundan çıxacaq. Amma elə ki, arxayın oldu ki, itirmir, artıq özünü görməyə başlayacaqsın onu. Əsl xasiyyətini, təşvişini, bezdirməyini, xırdaçılığını, mükəmməliyyətçiliyini görməyə başlayacaqsın. Və sizin həyatınızı zəhərə döndərəcək. Təkcə narsistə aid deyil. Məsələn, borderline. Borderline nədir? Emosional, sərhədsiz vəziyyətdir. Yəni, emosional ləbillik və öz hisslərini qəti idarə etməmək halıdır. Borderline, elə vururlar Romeo Juliet'yə vurulan kimi. Yəni, part deyə vurulacaq, dünya, amma birdən əhval dəyişəcək. Sən düşəcəksən quyuya, emosional kaçil edirlər. Yəni, emosional yerləncəyə düşəcəksən. Özünü də başlayacaq. Bu narsist deyil, bəli. Bu narsist deyil axı. Narsist şəxsiyyət pozuntusu o ayrı deyil. O qurbanı üçün o hörümçək tor quran kimi qurur. Çünki nə qədər ki uzaqdasan, o sənə gözəl görünür. Yaxınlaşan ilk gündən əzəcək. Çünki artıq arxayınlaşacaq ki, sən onun yanındasan. Və narsistlik xasiyyət çox vaxt sənin qadını, məsələn, evlənməmişdən qabaq gəlir ki, bu doktor, bu nişanlı vaxtı mənə deyir, sən işləyəcəksən, istədiyini geyinəcəksən. Nə oldu evlənən gün səhərsi? Birinci uşaq olan kimi başladı mənə ki, işləmək olmaz. Başladı boğma pəncərələri bağlayıb, çölə çıxmaq olmaz. Belə gözəl aldatmağı bacarırlar. Elə bil ki, onlar xüsusi sxemlə işləyirlər. Hədə, yəni qurbanı əldə etmək üçün. Şuursuz olar, yoxsa şuurlu olar? Biz şuursuz şuurlu, belə deyək. O bilmir nə istəyir, amma məqsədini bilir. O məqsədi nə üçün istədiyini bilmir. O bilir ki, bu yanına bir nəfər qurban almalıdır. Özünün varlığını, şuuraltı bu motivasiyası budur. Amma bunu niyə bu cürdür, onu bilmir. Bax, narsist şəxsiyyət pozuntusu tipləri çoxu, mənə işləyənlər birdən özündə bunu kəşf eləsə, onların nicat yolu var. Ağır da amma nicat yolu var. Yəni, şəxsiyyət pozuntuları necə ki, uzun illərin problemidir. Onlarla işləmək də uzun illər çəkir. Amma hər bir halda, hər bir problem olan insan öz problemindən çıxmaq istəyirsə yolu var. Təəssüf eləyib vurğulayan bir də. Narsist şəxsiyyət pozuntusu öz halından çıxmağı çox vaxt istəmir. İstəmir. Bəli. Qurbanını itirəndə bəzən özünə elə aparır ki, bunu deyim sizə. Qurban canını qurtarmaq üçün gələ bilər psixoterapevtə bəzən. Amma o necə gəlir? Gəlir ki, sübut etsin ki, o günahkardır ki, və onu da itirməsin. Və yaxud da yalandan özünü bir müddət üçün oyuna girə bilər. Yenə eyni oyuna. Amma sonra yenə həmin şey olacaq. Bunu ancaq mütəxəssis aydınlaşdıra bilir də, ünsiyyət falanı. Ümumiyyətlə, Əli bəy, münasibətdə bir insanı dəyişmək mümkündürmü? Yoxsa bu sadəcə illüziyadır? Münasibətdə insanı dəyişmək o vaxt olar ki, o insan özü dəyişməyi istəsin, dəyişməyə motivasiyası olsun. Məsələn, borderline tip səni itirmək istəmirsə, öz probleminə nəzarət eləməyə başlaya bilər. Sən onu şərt kimi qoysan, manipulyasiya üçün yox, şərt kimi öz üzərində işləyəcəksənsə, mən o effekti görəcəmsə, sənin yanında qala bilərəm. Bəs qarşı tərəf elə deyəndə, onlar vurğulur ki, manipulyasiya edirsən. Manipulyasiya niyyətimizə bağlıdır. Manipulyasiya haqqında bizim bir video var YouTube'da. Manipulyasiya hamısı negativ deyil ki. Baxın, bu da kütlələr manipulyasiya olunur, dinlə, siyasətlə, öz xeyirləri üçün manipulyasiya olunur bəzən. O ayrı şeydir ki, manipulyasiya edən niyyəti nədir? Manipulyasiyanın pozitivi var, negativi var. Valideynlər bizim manipulyasiya mı eləməyiblər ki? Yəni, pozitivi var, negativi var. Pozitiv manipulyasiya sənin xeyribədir. Negativ manipulyasiya təbii ki, o adamın xeyrinədir. Kim ki, manipulyasiya aparır. Ona görə manipulyasiya var, manipulyasiya var. Sən məni itirmək istəmirsən? Yox. Mən də sənə bir xoşluq görürəm, yaxşılıq görürəm bazen də. Amma sənə mən deadline qoyuram. 6 ay ərzində qeysən 50 doktorun qəbuluna, öz üzərində işləyirsən, dəyişiklik görürəm. Ondan sonra biz davam edəcəyik.
Hələlik ayrı yaşayacağıq. Misal üçün. Ya bir evdə yaşayacağıq, amma cinsi kontaktımız, toxunuşumuz olmayacaq. Bəli. Müəyyən şərtlər var. Sərhədlər O terapiyadan qoyulmalıdır. asılıdır. Bəli, sistem terapiyası var da, orada müəyyən şərtlər var. Düzü bizim mövzumuza uyğun deyil bugünkü, amma o sərhəd qoyulmalı. Amma narsistlərə bu keçmir də, onu deyək. Onu mütləq vurğulayaq. Narsistik şəxsiyyət pozucu dəyişmək istəmir və bir də sualınıza qayıdaraq, dəyişmək istəməyəni biz dəyişdirə bilmərik. Dəyişdirə bilmirik. Əsas bunun altını çizməliyik ki, həqiqətən Özü dəyişmək istəməlidir ki, biz onu dəyişdirə bilərik. təşəkkür edirəm sizə. Buyurun, çox sağ olun. Sizinlə həqiqətən bir günlərin başqa bir mövzu haqqında, yəni bu gün biz narsistik mövzu haqqında danışdıq, amma bir dəfə boşalmalar haqqında sizinlə çox gözəl danışmaq olar. Minnətdaram. Buyurun. Çox xoş oldu. Özüm də çox gözəl bu gün qeydlər götürdüm özüm üçün. Çox sağ olun. Gülər xanım, xoşbəxtlik arzulayıram sizə. Çox sağ olun. Salam arzulayıram. Və izləyicilərimizə də. Bugünkü bölümümüzün sonuna gəldik. Bu gündən çox gözəl mövzumuz oldu. Ümidvaram hər kəs baxacaq, hər kəs bəyənəcək. Təşəkkür edirəm.